Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaru.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qadın gülərsə, mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. Qonağımız Hüseyn Cavidin bu misralarını ictimai fəaliyyətində doğruldan regional, hüquqi və iqtisadi maarifləndirmə ictimai təşkilatın sədri, dəyərli xanım Arzu Bağırovadır. Xoş gəlmisiniz Arzu xanım. Xoş gördük Elnara xanım. Dəvətiniz üçün sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm sizə ki, siz gəlmisiniz. Yəqin ki, üzümdən görürsünüz nə qədər xoşbəxtəm ki, bugün Bizə siz də mənim çox yanımda. xoş oldu və məmnun olduq. Təbii ki, uğurlu xanımların yanında olmaq, ümumiyyətlə uğurlu insanların yanında olmaq, uğur qazanmaq yolunda olan insanların da yanında olub onlara dəstək olmağı özümüzə bir missiya seçmişik. Minnətdaram. Mən əminəm ki, bugün bizim verilişimiz çox gözəl keçəcək və çox dərin olacaq. Siz danışın, mən danışmayım. Bugün istəyirəm ancaq siz danışasınız. Bərabər danışacağıq. Mən də səmimi olmağıma Tamam. söz verirəm. Çünki həmişə səmimilikdən yanayam. O zaman keçək suallarımıza. İlk Buyurun. sualımız Arzu Bağırova kimdir? Belə başlayım. Arzu Bağırova bu həyatda daha çox fədakar olmağı, daha çox hər şeyin zəhmətlə əldə olunacağını inandırmaq yönündə valideynlərimdən aldığım tərbiyə ilə yola çıxaraq onu demək istəyirəm. Hər zaman özümü belə daha çox təqdim etməyi sevirəm. Mən iki daha çox fədakar, zəhmətkeş valideynin qızıyam və ondan sonra həyat yoldaşıyam, anayam, nənəyəm və regional hüquqi və iqtisadi maarifləndirmə ictimai birliyinin sədriyəm. Çox gözəl. Arzu xanım, bax özünüz də qeyd etdiniz ki, ictimai birliyin sədrisiniz. Bəli. Bax o çətin bir sahədir. Elə bir şey seçmisiniz ki, ictimai birliyin sədri olmaq, onu idarə etmək, o hardan gəldi o sevgi sizə? O işə olan sevgi. Belə deyim, mən məktəbli olduğum dönəmdə, məktəb dönəmində təbii ki, hər kəsin olduğu kimi mənim də bir peşə seçməyə arzum vardı. Daha çox filologiya fakültəsində oxumağı arzu elirdim və ya jurnalist olmaq istəyirdim. Amma rəhmətli atam həmişə məni yönləndirirdi ki, qızımın adına da özünə də həkim olmaq yaraşır. Məni həkim görmək istəyirdi. Təbii ki, həyat, zaman, bizim böyüdüyümüz o dönəmlər, ağır dönəmlər belə gətirdi ki, mən nə jurnalist oxuya bildim, nə də həkim ola bildim. Tamam başqa bir peşənin sahibi oldum. Evlilik həyatına atıldıqdan sonra biraz bu məsələlər artıq mənim iş, ümumiyyətlə hansısa bir sahədə olmağım biraz geri plana düşdü. Çünki mən daha çox özümü 4 övladımı böyütməyə həsr elədim. Təbii ki, müəyyən vaxt gəldikdən sonra düşündüm ki, mən də öz peşə yönündə missiyamı davam etdirməliyəm. Və bu yöndə mənə mənim yaxın dostum, əziz bacım, rəhmətli Qənrə xanım Paşayeva cəsarət verdi. Sən zaten bu işlərin içindəsən, bu işlərlə məşğul olursan, hər zaman yanımızdasan. Artıq bunu təşkilatlanmış şəkildə bir ictimai birliklə yola çıxaq. Sən bu fəaliyyəti burada davam etginən və sözün həqiqi mənasında məni cəsarətləndirdi, məni ürəkləndirdi və mənim yolum belə 8 il öncə başladı. 8 il öncə bizim təşkilatımızın təqdimat mərasimini keçirdik və bu belə deyim, bu sahəyə, bu sferaya addım atdım və 7-8 il dönəmdə düşünürəm ki, yetəri qədər layihələr, tədbirlər həyata keçirtmişik, faydalı olanı. Çünki bu mənim üçün çox önəmlidir. Bizim təşkilatımızın bir fəaliyyət istiqamətimiz var. Hər zaman oradan yola çıxırıq. Nə qədər ki, Qarabağımızı işğaldan azad etməmişdik, fəaliyyət istiqamətimizdə birinci yerdə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq idi ki, bu da ingilis dilində kitabların çapı və ya filmlərin olduğumuz seminarlarda, konfranslarda, sammitlərdə, hər yerdə biz bunu missiya etmişdik özümüzə. Təbii ki, artıq bundan sonra biz Qarabağdakı zəfərimizdən danışacağıq getdiyimiz hər yerdə. Daha sonra ikinci fəaliyyət istiqamətimizdə bizim şəhid ailələrinə və qazilərimizə dəstək yer tutur ki, bunu da günü bugün də davam etdirməyə çalışırıq.
Daha sonra təşkilatımız haqqında informasiyanı artıraraq onu deyə bilərəm ki, mənim üçün də çox həssas bir mövzu olan, fiziki imkanları məhdud olan istedadlı gənclərimizə dəstək olmaq. Mən sadəcə bu tədbirlərimizin adını sadalamıram, çünki təşkilatımızın çox geniş sosial şəbəkələrdə özümüzü təmsil etmək kimi bir sosial şəbəkələr hesabımız var. Oradan izləyə bilərsiniz, saytımızdan izləyə bilərsiniz, siz və sizin dəyərli tamaşaçılarınız. Yəni bu istiqamətdə biz çox layihələr və tədbirlər həyata keçirtmişik və ən önəmlisi də düşünürəm ki, bu da çox önəmli bir mövzudur. Türk dünyasının güclənməsi istiqamətində olan layihələrimizdir, tədbirlərimizdir. Nə qədər ki təşkilatımız fəaliyyət göstərəcək, biz olacağıq. Bu fəaliyyət istiqamətimiz hər zaman davam edəcək. Elə bir adından göründüyü kimi də ictimai birlik, yəni bir ağırlıq var, bir mürəkkəblik var. Bu iş sizi bəzən yormur. Yəni yorarkən belə o hardan enerji alırsınız, necə özünüzü yenidən ayağa qaldırırsınız? Yox, yormur. Belə deyim, o işi sevərək etdiyin zaman və düşündüyün zaman o geri dönümlər ki var, sən faydalı olduğunu görürsən, önəmli insanlardan, şərəfli həyat yolu keçən insanlardan, ziyalılardan, aydınlardan o gözəl fikirləri aldıqda artıq insan yenidən o enerjisini toplamış olur. Yormur məni, çünki belə deyim, dövlətimizin vətəndaş cəmiyyətinə diqqəti bəllidir və biz buradan böyük bir dəstək alırıq. Təbii ki, insanlarımızın, yenə dediyim kimi, gözəl fikirlərini, dəstəklərini görürük. Bir də ki, təbii yaxın çevrəmizin. Özünüz də qeyd etdiniz, Qənirə xanımla, rəhmətli Qənirə xanımla bir yerdə çalışmısınız. Həm rəfiqə olaraq, həm iş həyatınızda sizə belə deyim, bir istiqamət vermiş əziz bir insan kimi xatirələrimizdə də o. Hər kəs onu sevirdi zaten. Ruhu şad olsun. Heç olurmu ki, dostunuzu bax o işləri görərkən çox özlüyürsünüz, çox darıxırsınız, həsrətli çəkirsiniz. Elə gün olmaz o xatırlanmasın. Ondan öyrəndiklərimiz, ümumiyyətlə Allah onu qəni-qəni rəhmət eləsin. Çox böyük fikirləri olan insan idi. Ən önəmlisi də öyrətməyə açıq bir insan idi. Yəni dövrümüzdə o qədər bu yöndə bəsit insanları görürük, amma mənim ən böyük şansım ondan öyrəndiklərimdir. O da hər kəsə öyrətməyə, bildiyini öyrətməyə açıq bir insan idi. Ümumiyyətlə o qədər mənim üçün çətindir onun haqqında keçmişdə danışmaq, amma elə gün olmur onun öyrətdiklərindən faydalanmayaq, onu xatırlamayaq, onun fikir və ideyalarını və ya həyata keçirtmək istədiklərini, çünki bizim təşkilatlarımız bərabər çox layihələr həyata keçirdirdi. Çox çətindir, amma inanın günü bu gün də ondan faydalanırıq. Uğurlarınızı həsr edirsiniz Qədirə xanıma və özünüzü təqdim edərkən çox, yəni bizim qonaqlarımız çox olub, amma siz özünüzü təqdim edərkən dediniz ki, mən 2 zəhmətkeş insanın övladıyam. Yəni valideynləriniz haqqında danışdınız. Hətta sizin səhifənizdə mən görmüşdüm sosial şəbəkədə ki, qeyd eləmisiniz ki, mən onun qızıyam. Bunun davamını gətirə bilərsiniz bu cümləni. Bunu da paylaşmışdım. Mən dünyada ən çox onun qızı olmağı sevdim. Həqiqətən də valideynlərimiz bizim şansımızdır. Seçə bilmədiklərimizdir. Valideynin pisi, yaxşısı, varlısı, kasıbı yoxdur. Amma inanın sözün həqiqi mənasında mən çox şanslı övladdaram. Çətin dönəmdən keçməyimizə baxmayaraq mənim uşaqlığım, mən Sumqayıtda böyümüşəm. Uşaqlığım Sumqayıtın o çətin dönəminə, 1-ci Qarabağ savaşının, ermənilərin Sumqayıta olan o çıxan terror hadisələri dönəminə denk gəlirdi uşaqlığım. Çox çətin bir dönəm idi. Elə bir çətin dönəmdə, elə bir çətin zamanədə o cürə çətinliklərdən keçən valideynlərin övladı olmaq həqiqətən də güclü övladlar yetişdirir. Bu yöndə mənim atamın günü bu gün də qulağımda səslənən bizə verdiyi öyüd, nəsihət mənim heç bir zaman yadımdan çıxmır. Mən sadəcə olaraq öz missiyamı çox gözəl dərk eləmiş bir övlad olmuşam. Belə yanaşmışam. Mənim valideynlərim mənim üçün ən doğrusunu istəyir, ən düzünü istəyir, ən doğrusunu onlar bilirlər. Bu yöndə, yəni valideynlərimə heç bir əzab, əziyyət verməmişəm. Yəni lap belə açıq və səmimi desək, onların sözü mənim üçün qanun olub. Atamı itirdikdən sonra elə bildim ki, onda böyüdüm. O vaxta qədər böyümüşdüm, amma elə bilirdim onda bir başqa cürə böyüdüm. Bəzi şeyləri insan bəlkə də biraz da dərinliyinə vara bilmirəm, amma inanın onun öyrətdikləri ilə, onun verdiyi proqnozlarla, elədiyi analizlərlə yola çıxmışam və günü bu gün də yanılmamışam. Heç bir şeydə yanılmamışam.
İlə də Allah onlara rəhmət eləsin. Allah bütün Mən də- valideynlərə rəhmət eləsin. Amin. O qədər dərin insansız ki, siz danışırsınız, mən burada qəhərlənirəm, kövrəlirəm. Mən bilirəm ki, sizin həm də gözəllik mərkəziniz var. Adı da Gözəl Yaşam. Niyə məhz Gözəl Yaşam? Mən biraz öncəki sualınıza da onu vurğulayım. Davamını istəmişdiniz. Mən bütün qızlarımıza, bütün xanımlarımıza onu arzu eləyirəm. Gözəl atanın əlindən gözəl kişinin evinə, ürəyinə köçə bilsinlər. Bu bizim Amin. xanımlarımızın ən böyük şansıdır. Yenə deyirəm, hər zaman bunu tez-tez bütün müsahibələrimdə təkrar eləyirəm. Tək başına əziyyətlərlə, zorakılıq və şiddətlə qarşılaşan xanımlarımızın uğur əldə etməyini görəndə qarşılarında 100 dəfə baş əyirəm. Çünki çox çətindir xanımlarımızın əzab-əziyyətlə bir yerə gəlib çıxmağı, onların hansısa çətinliklərdən keçib bir uğur əldə elədiklərini görəndə çox sevinirəm. Amma çox da arzu edirəm. Necə ki deyirik, qızlarımız, xanımlarımız zərifdir, Bəli. zəifdir, incədir. Bəylərimizdən, atalardan, qardaşlardan, həyat yoldaşlardan dönə-dönə xahiş eləyirəm, xanımlarımıza dəstək olaq. Onda uğurun keyfiyyəti də daha yaxşı olacaq. Onların uğura çatmağı da daha rahat olacaq. Ona görə mən bu yöndə həm şanslı övlad olmuşam, həm şanslı xanım olmuşam. Bütün xanımlarımıza, qızlarımıza da buradan onu arzu eləyirəm. Gözəl Yaşam Mərkəzinə gələrkən, belə deyim, mənə tam uzaq bir sahədir əslində. Eyni. Çünki qızımın və gəlinimin ideyasıdır əslində, belə deyim. Onlar universiteti bitirdikdən sonra artıq iş həyatına atılmaq istədilər və belə bir şey arzularında oldu. Biz də valideyn olaraq onların yanında olduq. Mənə nə qədər uzaqdırsa da, amma övladlarıma dəstək olmaq amaclı hər zaman onların yanındayım. Adını siz düşünmüşdünüz. Gözəl Adını mən Yaşam. düşünmüşdüm. Çünki o dərin mənası var. Yəni Gözəl Yaşam. Qızlarımız, belə deyim, qızımla gəlinim daha çox xarici bir ad düşünürdülər. Mənim təbii ki, o vətənpərvər tərəfim, əgər belə bir şey eləyirsə, mütləq adını Azərbaycanca qoyun. Ora gələn xanımlarımız, qoy hər zaman gözəl yaşam qismət olsun hər kəsə. Amin. Bax, Azərbaycan xanımları deyirsiniz. Bir Azərbaycan xanımı sizcə necə olmalıdır? Bir mənalı güclü olmalıdır. Məni bəlkə buradan bilməm qınaya da bilərlər. Çünki çox xanımlar bəzən onu istəmirlər, o sözü yaraşdırmırlar. Amma mən güclü sözünü qadına yaraşdırıram. Xanıma yaraşdırıram. Qoy xanımlarımız güclü olsunlar. Heç bir zaman əziyyətdən şikayət etməsinlər. Bizə çox ağıllı xanımlar lazımdır. Ağıllı qadınlar lazımdır. Ağıllı analar lazımdır bu cəmiyyətimizə. Baxın, bu övladları böyüdürük. Ağlayan, sısqayan, heç bir işin öhdəsindən gələ bilməyən və ya özünü heç bir işin üzərinə o bəzən deyirik, qorxunun üzərinə getmək. Qoy xanımlarımız güclü olsun. Yenə dediyim kimi, kaş ki hər bir xanımın atadan, həyat yoldaşdan dəstəyi ola, daha rahat uğur əldə edə bilər. Amma həyat təəssüf ki, eyni deyil və ya çox sevdiyim bir sözdür. Övladlarıma da deyirəm, həyat bizim önümüzə qızıl sinidə gəlmir. Çətinliklər də olacaq, eniş-yoxuş da olacaq. Sadəcə olaraq böyüyən uşaqlarımıza analarımız bunu təbliğ etməlidir. Yıxıldınmı, üstünü çırpıb yenidən davam eləməlisən. Ağladınmı, göz yaşını silib, heç kimə göstərmədən yenidən davam eləməlisən. Məgər bizim həyatımızda olmayıb, olub. Amma bəzən güclü olmaq insanı yorur. Yəni qadın olaraq da bəzən hər şeydən vaz keçirsən ki, artıq mən bacara bilməyəcəm, davam edə bilməyəcəm. Amma o verdiyin mücadilənin sonunda, apardığın mübarizənin sonunda gələn uğur insana hər şeyi unutdurmurmu? Unutdurur. Unutdurur. Mən belə düşünürəm. Çünki artıq qələbəni 2 qat qazanmış Sıfırlanırsan olursan. sanki Həm yenidən öz gücündən, həm uğurundan. Arzu xanım, baxın, ictimai fəal xanım, qadın və ailə başçısı. Bunları bir arada çətin deyil ki sizə, məsələn, Baxın, işiniz çətin, ailə də bir tərəfdən uşaqların böyüməyi, o məncə necə idarə qadının etdik. başqa şansı və lüksü yoxdur. O hər şeyə istəyirsə zaman ayırmalıdır, zaman tapmalıdır. Və mən buna inananlardanam. Zamanını doğru dəyərləndirdiyin zaman nə karyeranı, nə işi, nə ailəni kölgədə qoya bilmirsiniz. Bizim o qədər gözəl bununla bağlı örnəklərimiz var ki, sadəcə zamanı doğru bölmək lazımdır. Biraz böyüyən gənclərimiz bu istiqamətdə biz çox layihələr həyata keçirdirik. Baxıram, tənbəllikdənmi deyim və ya yeni dünyanın reallığıdırmı? Beyin çox güclü işləyir, hər bir şeydən xəbərdardırlar, amma hərəkət yox. Yəni oturduğum yerdən bəzən gənclərimizdən belə bir söz eşidirəm. Biz artıq evdən pul qazanmaq istəyirik. Oturduğumuz yerdən pul qazanmaq istəyirik.
bu aktivliyi, bu dinamikanı insan istədiyi zaman doğru bölə bilir. Sadəcə yetər ki, hər şeyə doğru zaman ayıra biləsən. Bir-birinə nə mane olurlar, yenə dediyim kimi ailənin dəstəyi önəmlidir burada. Çünki o sadəcə uğura çatmağa, o keyfiyyətə kömək eləyir. Baxın, mənim övladlarım böyüyüb artıq, hətta onlar mənə dəstək olurlar. Yenə dediyim kimi, o zamanı doğru böldüyün zaman heç bir problem qalmır. Özünüz də qeyd etdiniz ki, gənclər evdən çalışmağı seçirlər. Artıq bu onlayn platform olsun, süni intellekt olsun ki, bu dəqiqə hər Doğru. kəsin bəlkə də ondan yararlananlar var, amma məncə bəzi bizə özəl olan, mənəviyyatımıza təsir edəcək şeylərə də mənfi tərəfləri var bu süni intellektin. Təbii. Bax, onunla necə mübarizə aparaq? Bax, gənclərimizi biz necə o beyindən, o düşüncədən, o təfəkkürdən uzaqlaşdıra bilək? Necə Mən deyək? sizin bu fikrinizlə razıyam. Təbii ki, biz nə qədər texnologiyalara açıq olsaq, yeni gəncliyimizə, böyüyən övladlarımıza dəstək olsaq, amma milli mənəvi dəyərlərimizi unutmamalıyıq. Niyə uşaqlarımıza təbliğ eləyirik? Gedin, gəzin, dünyanı görün, fərqli mədəniyyətləri tanış olun, fərqli yerlər görün, çoxlu dilləri öyrənin. Bunun əgər düşünürəm ki, çıxış yolunu axtarmış olsaq, mən elə bilirəm sadəcə böyüyən gəncliyimizə çox gözəl örnəklər lazımdır. Televiziya kanalları olsun, kütləvi informasiya vasitələrimiz olsun, belə podkastlarımız olsun. Biz böyüyən gəncliyimizi inandırmaq üçün çox gözəl örnəklər ortaya qoymaq lazımdır. Ki, nə biz dəyərlərimizdən uzaq düşək, çünki mən bunu birmənalı qəbul eləmirəm. Mənim milli mənəvi dəyərlərim mənim milli kimliyimdir. Mən hara getsəm milli kimliyimi aparmalıyam. Azərbaycan kimliyimi aparmalıyam. Harda olmağımdan asılı olmayaraq. Azərbaycanı təmsil eləməliyəm. Mütləq bu yöndə uşaqlarımızı hər cürə yolu tapmalıyıq, onları inandırmağa ki, doğru olan kitablar oxumalısınız. Doğru olan insanlarla ünsiyyətdə olmalısınız. Heç bir şeyi sonraya saxlamaq, bu biraz mənim sevmədiyim bir şeydir, hər şeyi sonraya saxlamaq. Çünki bu insanda biraz tənbəllik gətirir. Ona görə də bizim elə təşkilatımızın da bu istiqamətdə çoxlu layihələri olub. Məsələn, bizim paytaxt əlçatan da hər zaman deyirik, bölgələrə üst tuturuq. Böyüyən uşaqlarımızın asudə zamanını doğru dəyərləndirmək yönündə. İdmanla məşğul olsunlar, musiqi ilə məşğul olsunlar. Bu işi davam edərlər, bu sonranın işidir. Amma zamanını doğru bölmək lazımdır ki, asudə zamanını yararsız bir şeylərə sərf etməkdənsə daha gözəl bir şeylərlə məşğul olmaq və bu da bizim düşünürəm ki, gələcəkdə bəlkə də həyəcan təbili çalmalıyıq. Bilmirəm, həyəcan siqnalı verirmi, yoxsa yox. Hər şeyi biz kompüter arxasında, klaviatura arxasında deyil də, biraz daha çox gəzərək, görərək, oxuyaraq, öyrənərək, bölüşərək məncə davam etməliyik. Mən düşünürəm ki, bəzən, daha doğrusu bəzi valideynləri də bundan bağlı maarifləndirmək lazımdır. Çünki bizim dövrümüzdə, indi mənim 40 yaşım var. Yəni bizim dövrümüzdə başqa dəyərlər var idi. Bayram bilirdik nə idi, Novruz bayramı, böyüklərə hörmət var idi. Amma bəzi xanımlar var ki, bəylər var ki, ailə valideyn olaraq övladlarını Avropalaşdırıblar. Sanki mənim uşağım Avropada təhsil siz dediyiniz kimi önəmli bir hissədir. Uşağa elə bir psixologiyada, elə bir istiqamət verirlər ki, uşaq nə milli dəyərlər, nə bayram, nə böyük saymaq, nə kiçik saymaq, yəni bunların hamısından vaz keçirlər və özlərim mən Avropalaşmışam. Valideynlərin də bəzən maarifləndirmək lazımdır. Yəni bu uşağa bunu aşılamaq, dönə-dönə demək ki, sən istədiyin həyatı yaşaya bilərsən. Yəni bu bir uçurumdur. Siz necə düşünürsüz? Uşağa deməklə bərabər onu uşağa göstərmək də lazımdır. Əgər o ana öz böyüyünü bayramda gedib axtarmırsa, onun böyütdüyü uşaq nə olacaq? Əgər o ana, o ata, mən daha çox analardan yanayam. Çünki mən elə bilirəm ki, tərbiyəli, savadlı, uzaq görən, ağıllı bir övladı ana yetişdirməlidir. Mən ataları bu missiyadan uzaq tutmuram. Bəzən yanlış anlaşılma olur. Atanın gücü də vacibdir. Amma mən bunu anada görürəm. Əgər o ana, uşaq görmürsə ki, ana böyük-kiçik nədir bilmir, o sizin dediyiniz kimi bayram, seyran nədir bilmir, həddini bilmir, danışığını bilmir, özünü inkişaf elətdirmir, onun böyütdüyü uşaq nə olacaq? Məndən inciməsinlər. Bəzən kürdən nur, nurdan kür ola bilir.
Amma bizə güclü analar lazımdır. Bizə hər tərəfli analar lazımdır. Mən güclü deyəndə sadəcə iqtisadi gücü olan ananı demirəm. Mən hər tərəfli anadan deyirəm. Özünü hər tərəfli inkişaf elətdirmiş anadan deyirəm. Əgər o ana bayram gələndə bu gün biz nənə babalarımızın gedib bayramını təbrik eləməliyik. O uşağın əlindən tutub özü gedib onu eləməsə, o böyükdən uşaq nə görəcək, nə öyrənəcək? Ona görə mənim altını qırmızı xəttlə çizdiyim nüansdır. Bizim cəmiyyətimizə çox güclü analar lazımdır. Var. Elə gözəl analar da var, gözəl örnəklərimiz də var. Həyat yoldaşının yanında olan, işi ilə, gücü ilə, peşəsi ilə, özünün ədəbi ilə, əxlaqı ilə hər tərəfli olan analar və örnəklər çoxdur. Sayları çox olsun. Amin. Bu fikirlərlə bağlı bu xanımlara yönəldəndə ki, ancaq analar, indi siz dediniz ki, ataları da nəzərdə tutdunuz, amma analar bunu etməlidir ki, haqlısınız bu fikrinizdə də. Çox təzyiqlər alırıq. Son dövrlərdə gender bərabərliyini tamam başqa cür algılıyorlar. Yanlış yönləndirirlər. Seçkidə iştirak etmə hüququmuz yaranıb bir xanım olaraq. Amma bunu başqa cür, indi baxarsınız, yazacaqlar orada ki, Arzu xanım, siz niyə belə deyirsiniz? Niyə yalnız xanımlar güclü olmalıdır? Amma anlamırlar ki, həqiqətən də hər şey qadından başlayır. Yəni bunun bəlkə də mən bilmirəm, hansısa bəlkə kəlməni işlədərəm. Yaradılışdır. Hər şeyin başlanğıcıdır. Hər şeyi yola qoya biləndir ki, olmalıdır. Baxın, çox doğru söylüyorsunuz. Hər zaman söylədiyim kimi. Bizim qadın və kişi olaraq hüquqlarımız eynidir. Amma hər cəmiyyətdə qadın və kişinin fərqli məsuliyyət və öhdəlikləri var. Mən düşünürəm, bəzi milli mənəvi dəyərlər, bəzi öhdəlik və məsuliyyətlər başqa cəmiyyətlərdə degradasiyaya uğraya bilər. Amma Azərbaycan cəmiyyətində, Azərbaycan ailəsində ki, mən düşünürəm ki, dünyaya örnəkdir Azərbaycan ailəsi. O qədər gözəl dəyərlərimiz var bizim. Yanlış fikir də formalaşdırmaq istəmirəm. Mən uşağımı Avropaya oxumağa göndərə bilərəm. Dili daha mükəmməl bilsin, peşəsinə daha mükəmməl sahib çıxsın. Amma ora göndərirəmsə, onu yenə dediyim kimi Azərbaycanlı milli kimliyi ilə göndərməliyəm. Sən orada bir Azərbaycan təmsil eləyirsən. Sən getdin Avropada təhsil aldınsa, Avropalı oldun demək deyil, heç olmaq lazım da deyil əslində. Özümüz dünyanın ən qədim xalqlarından biri, ən gözəl adət-ənənələrə də malik olan insanlarıq. O qədər bizim soy kökümüz qədim və gözəldir ki, yəni onu sadəcə doğru təbliğ eləmək ki, mən yenə deyirəm, buna inanıram. Doğru olanı göstərmək və doğru örnəkləri önə çəkmək çox vacibdir. Birinci xanımımız kimi bir örnəyimiz var, Mehriban xanım kimi. Baxın, yenə deyirəm, hər zaman bunu söyləyirəm. Müharibə dönəmində də biz gördük, cənab prezidentlə çiyin-çiyinə, xalqla bərabər, xalqımız güləndə güldü, ağlayanda ağladı. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, yəni o qədər gözəl örnəyimiz var ki bizim. Çox doğru buyurdunuz. Yaxşı, bəs Arzu xanım möcüzələrə inanırmı? Arzu xanım daha çox zəhmətə inanır. Zəhmətin gətirdiyi möcüzəyə inanır. Təbii ki, belə deyim, gözəl bir dinin daşıyıcısı olaraq yeri göyü yaradan Tanrının möcüzəsinə inanmamaq da günah olar. Çünki bəzən heç o qədər belə bir sual həyatımızda keçir ki, bunu heç gözləmirdim. Heç inanmırdım bu olar. Və ya da o qədər artıq o belə deyir, kitabını bağladığımız hadisələr dönüb fırlanıb yenidən gəlib ki meydana. Möcüzələrə inanmamaq günah olar. Amma mən daha çox zəhmətə inanıram. Arzu xanım, bu yaxınlarda gözəl bir sərgi keçirildi. Yəni özüm iştirak edə bilmədim, amma çox istəyərdim orada olum. O sərgi ilə bağlı istəyərdim ki, danışasınız. Bilirsiniz, mənim təəssüratlarım bu yöndə nədir? Nə qədər çox ölkəmizdə, şəhərimizdə, bölgələrimizdə bu festivalların, bu sərgilərin, bu tədbirlərin sayı çox olsa o qədər yaxşıdır. Bu da maarifləndirici yöndə bir addımdır. Hərəsinin öz fərqli-fərqli sahəsinə. Baxın, biz bu yaxınlarda Şamaxıda bir neçə dəfə dalbadal festivallarda iştirak elədik. Orada çox gözəl Nəsimi festivalı keçirdi. Ona heyran olmamaq mümkün deyil. Doğrudur. Bu nədir? Bu bizim ölkəmizi dünyaya tanıtdırmaqdır. Bu bizim tariximizi, bizim ədəbiyyatımızı, bizim incəsənətimizi inkişaf elətdirmə və gələcək nəsillərə ötürməkdir. Həmçinin də bu sərgilərlə bağlı olaraq
Təbii ki, vaxt daxilində, zamanımızı doğru dəyərləndirmək daxilində bölgələrimizdə də gedib iştirak edirik bu tədbirlərdə. Özümüz də bir qatqıda bulunmağa çalışırıq Türk qardaşlarımızın dediyi kimi bu kimi tədbirlərə, sərgilərə və ya layihələrin həyata keçirilməsində. Önəmli olan bunların faydası toxunsun. Bax, onu Həm deyəcəkdim. xalqımıza, həm Bax, dövlətimizə. elə o sual yarandı ki, gənclər çoxmu iştirak eləyirdi o sərgidə? Kaş ki daha çox olaydı sayları, amma ki yenə də düşünürəm ki ilk dəfə üçün pis deyil belə bir şeylər. Bunun missiyası nə qədər ki dövlətimizə və xalqımıza faydalı olmağa xidmət edəcək ki biz zərrə qədər düşünürüksə orada fayda yoxdursa biz də orada yoxuq. Amma belə düşünürəm ki bu kimi işlərin yalnız və yalnız faydası olar. Arzu xanım, övladlarınızdan sizin yolu davam etdirən varmı? Yox, əgər yoxdursa, olsa buna etiraz etmərsiniz ki? Çünki ağır bir yoldur. Baxın belə deyim, mən 4 övlad böyüdürəm. Dördünə də təbii ki eyni dəyərləri aşılamışam, eyni tərbiyəni vermişəm. Birini birindən az və ya çox heç bir yöndə fərqləndirməmişəm, amma evdə 4 fərqli xasiyyət böyüyür. 2 kişi, 2 xanım böyüyür. İkisi artıq böyükdür. İkisi son 5 il məktəblidir, bir qızım da tələbədir. Böyüklərim artıq evlidir. 2 nəvəm var. Xoşbəxt olsun. Sağ olun, çox sağ olun. Təbii ki, zamanənin gətirdiyi, mühitin, dost çevrəsinin, öz istək və arzularının, fərqli-fərqli xarakterlər böyüyür evdə. Amma təbii ki, bəzən atası ilə bölgümüzü aparırıq. Bu xasiyyəti mənə oxşayır, o xasiyyəti sənə oxşayır, o xarakteri daha çox sənə bənzəyir və ya da ki, bir hadisə baş verirsə, onların bir reaksiyası olduğu zaman, mən də bu yaşda belə reaksiya vermişdim, demək mənə bənzəyir. Amma təbii ki, hərəsinin öz yolu var, öz istək və arzuları var. Mümkün qədər yanlışlardan uzaq tutaraq, daha doğru yöndə yönləndirmək yönündə biz bir ailə olaraq bərabər davam edirik. Hər birinə dəstəyi atası da məndə. Analar xoşbəxt olur, balaları xoşbəxt olanda. Amma analar 2 qat xoşbəxt olur, hansı birisə onun yolunu davam edən. İndi gələcək göstərəcək. Arzu xanım, azad qadın deyiminə hansı keyfiyyətləri daxil edərdiniz? Aha, gəldik Yaralı yeni gəncliyin yaralı mövzusuna. Baxın, bu azadlıq anlayışı, azad olmaq, sərbəst olmaq, azad olmaq, sərbəst olmaq çox eşidirəm həddən artıq. Böyüyən gənc qızlarımızın və ya elə bəylərimizin dilindən. Bu azad anlayışı nədir? Bir kərə onun formulunu bir gənc çıxıb açsa da biz bilsək ki, o formül nədir? Cəngəllikdə mi yaşayırıq? Axı biz insan bir tək fərd olaraq mənim istəklərim, mənim arzularım, mənim düşüncələrim olmaz belə bir şey. Vallahi olmaz. Mən bunu doğru hesab etmirəm. Mən deyə bir məfhum insanı egoizmə aparır, narsizmə aparır. Biz deyilən bir şey var. Çünki bu insan əgər formalaşırsa, təbii ki, hər yaşın özünə görə olur. Bu mənim dediklərim çox kiçik yaşda və yeniyetmə bir insandan, uşaqdan belə deyim, gözlənilən bir şey deyil. Amma hər yaşın bir özünə dərk və ananın, valideynin uşağa verdiyi tərbiyədən sənin bu yaşda məsuliyyətin budur, sənin bu yaşda öhdəliyin budur, öyrətməkdən keçir bunlar hamısı. Sadəcə olaraq böyüyən gəncliyimizə çox yaxşı bir sualla böyütmək lazımdır. Hər bir yaşın özünə görə özünə verə biləcəyin bir sualın olmalıdır. Mənim bu yaşda öhdəliyim nədir? Məsuliyyətim nədir? Məndən gözlənti nədir? 3 yaşında uşaqdan bir gözlənti olmaz. Amma 17-18 yaşda bir gözlənti var. Bəzən bunu da deyirlər. Valideyn övladı səbəbsiz, gözləntisiz böyütməlidir. Bəs bu tərbiyə, bunu demək, bunu uşağın yaddaşına həkk eləmək, bunu uşaqdan sonra öyrətdiklərini bir təkrar biliyin anasıdır, bir soruşmaq olmalı da olmalı deyil. Yoxsa azad anlayışı nədir? Bax, mən onu anlaya bilmirəm. Və də bəzən deyirlər, uşaqlara yoxdur sözünü deməyin. Axı, bu uşaq bilməlidir, mənim atamın, anamın qazancı nədir? Evə gələn nədir? Ana ona başa salmalıdır. Bizim bugün üçün arzularımız bu qədər ola bilər. Sən oxumalısan, özünü inkişaf elətdirməlisən, biz daha irəli getməliyik, daha çox əldə eləməliyik, bunun üçün biz daha çox özümüzü inkişaf etdirməliyik. Uşağa yoxdur demə.
vallah qəbul edə bilmirəm. Yanlışım varsa kimsə çıxıb düzəltsin və məni inandırsın ki, mənim burada yanlışım var. Tərbiyə sözünün anlamı nədir? Bunu axı biz öyrətməliyik övladlarımıza, biz analar öyrətməliyik övladımıza. Yoxsa bu azad qadın arzusu, vallah mənim o qədər çox məsuliyyət və öhdəliyim var ki, amma mən dünyanın ən azad qadınıyam. Eynən. Mən özümü dünyanın ən azad qadını hesab edirəm, amma o qədər məsuliyyət və öhdəliyim var ki, özümü məsuliyyətə yüklədiyim hər yöndə, ailədə, doğmalarımın içində, işdə, dövlətin qarşısında vətəndaş kimi gördüyüm işimlə bağlı olaraq. Amma mən dünyanın ən azad qadınıyam. Sizi sevirəm mən. Biz də sizi sevirik. Arzu xanım, həyatda olar var, olmazlar var. Siz belə situasiyalarda necə çıxırsınız? Həyatda olar olmazlar var və həyat olar olmazlardan da desək ibarətdir, belə deyim. Təbii ki, yanlış insan üçün gəlir. İnsan səhv edə bilər, bilməyə bilər. İnsanlıq halıdır. Yəni xəta insan üçün gəlib. Canlı üçün gəlib, belə bir şey deyim. Amma ömrümüz də o qədər uzun deyil ki, yanlışları edə-edə öyrənək. Bəzən övladlarıma tərbiyə verdiyim zaman deyirdim, kimsə sizə desə ki, həyat səhvlər üzərində təcrübədir, doğru söz deyil. Həyat səhv üzərində təcrübə olar, səhvlər üzərində ola bilməz. Sən daima yaşadığın dönəmi səhvlər edə-edə mən hələ öyrənirəm deyə bilmərsən. Başqalarının səhvlərindən də nəticə çıxartmaq lazımdır. İnsanın bir analiz etmək qaydası olmalıdır. Təbii ki, olar deyərik, olmaz, yanıla bilərik və ya olmaz deyərik, olar. Həm Tanrımızın, həm də özümüzün, şuurumuzun, belə deyim, verdiyi bir prosesdir. Yəni, insanlıq halıdır. Yanıla bilərik, yanlış edə bilərik, səhv edə bilərik. Bu, dostluqda da ola bilər, bu, həyati hadisələrdə də ola bilər, bu, işimizlə də bağlı ola bilər, bu, hər şeylə bağlı ola bilər. Yəni, kimsə deyə bilməz ki, bu qədər ömür yaşadım, səhvə yol vermədim və ya yanılmadım və ya özümü belə inandırmışdım və ya da o qədər bu hallar olur ki, bəzən özüm belə bir insanı özüm üçün hətta müqəddəsləşdirirəm bəzən. İnanmaq istəmirəm. O yanlış edər, o nəsə bir səhvə yol verər, amma sonunda o iç niyyətini, içindəkini üzə vurur, göstərir. Bəlkə də kənardan kimsə xəbərdarlıq edir, amma inanmaq istəmirsən və ya da sənin saf niyyətindən irəli gəlir. Başa düşürsünüz? Yəni, bu olar olmazlar hər bir halda həyatımızı hər zaman bizi müşahidə edəcək. Və Həzrət Əlinin çox sevdiyim bir misalı var, bir sözü var. Onu hər zaman özümə şüar etmişəm. Ona sual verirlər, dünyada ən güclü insan kimdir? Məsələn, o demir padşah, hökmdar, malqarası olan, var dövləti olan. Həzrət Əli buyurur ki, dünyada ən güclü insan səhv edib, səhvindən nəticə çıxardıb, peşman olub, onu bir daha təkrar etməyən insandır. Görün, insana Tanrı necə iradə bəxş edib. Necə iradəmiz olmalıdır ki bizim, yenə deyirəm, kimsə səhv etdi deyən onun gözünü çıxartmaq olmaz və ya o da o pis insandır deyə belə bir şey yoxdur. Və bu qədər ona təbliğat apararsan, başa salarsan, yanlış yoldan çəkindirməyə çalışarsan, doğmalarımız olsun, övladlarımız olsun və ya özümüz olaq, fərq etməz. Önəmli olan ondan nəticə çıxardıb bir daha o səhv etməmək. Mən də belə hallarda ki, bu yaşıma qədər olub, təbii ki, bunlar ciddi səhvlər deyil, mən bunu çox arxayınlıqla deyə bilərəm. Ailəmə, doğmalarıma, valideynlərimə, övladlarıma əstəğfurullah, baş aşağı edəcək bir hal və ya səhvlər deyil. Sadəcə, çünki çox ehtiyatlı insanam, hər zaman ehtiyatlı olmağa çalışıram. Amma yenə dediyim kimi, mən o səhvlərdən nəticə çıxardıram. Baş verirsə mənim həyatımdan, mən tərəfdən və ya hansısa bir tərəfdən, mən onlardan nəticə çıxardıb bir daha təkrar etməməyə çalışıram. Çətindir, amma mümkündür. Həyatınızda belə anlar olubmu? Mənim Sözü sözümdür. özünüzə- Çətindir, amma mümkündür. Bəli. Bunu hardan yola çıxmışam? Bir dönəm övladlarımla olurdu. Məsələn, mən istəyirəm bu dili öyrənəsən. Ay mama, çətindir, alınmır. Çətindir, amma mümkündür. Və ya da hansısa bir hadisə ilə bağlı bir məsləhət verdimizsə, yox, bu məndə alınmaz. Sən cəhd etdin? Bir neçə dəfə ona cəhd etdinmi? Sən onu bir öz üzərində, öz əməlindən, öz işindən, öz zəhmətindən, öz beynindən bir araşdırdınmı ki, bu mümkün oldu, yoxsa olmadı? Mənim həyat sloqanlarımdan biridir. Yəni, çətindir deyənə mən onun üzərinə getməyim deyə bir şey yoxdur.
Təbii ki, göydə Tanrıma şükranlığımla, yerdə enerjim, gücüm və dəstəyimlə hər zaman o çətinliyin və o qorxunun üzərinə getmək istəmişəm. Mümkün olsa Tanrının verdiyi hikmətdir. Mümkün olmasa yenə Tanrının verdiyi məsləhətdir ki, bu qismətim deyil. Amma mən onu mütləq sınaqdan çıxartmalıyam gücümlə, enerjimlə, zəhmətimlə, biliyimlə. Yəni ay istirahəti, ay yuxunu üstün tutum da bu daha önəmlidir. Mən onun öhdəsindən gəlməməliyəm. Mənim üçün belə bir şey yoxdur. Ona görə çətindir, amma mümkündür. Sadəcə onun mənə qismət olub olmamağı var. Nə gəlirsə Allahdan gəlsin, Əlbəttə. həqiqətən də. Arzu xanım öz həyat hekayəsini yazsaydı, onu necə adlandırardı? Hələ ki həyatımız davam edir. Hələ o hekayəni yazmaq haqqında düşünməmişəm. Əslində düşünmüşəm. Bunu biraz yanlış söylədim. Düşünürəm ki, bir gün mütləq mən bir kitab yazacağam. Belə bir fikrim var. Və bu da bir motivasiya xarakterli olacaq və ya böyüyən uşaqlarımızın, gəncimizin heç bir çətinlikdən qorxmamaq adına həmişə zəhmətə sarılaraq arzularının, xəyallarının arxasınca getmək yönündə olacaq. Amma deyim adını fikirləşməmişəm. Bir neçə saniyə düşünsəm, yəqin mənim həyat hekayəmin, yazacağım kitabın adı Ardı var olar. Çünki mən istəyirəm ki, o cürə insanların davamı çox olsun, sayları çox olsun. Təşəkkür edirəm gözəl cavabınız üçün. Arzu xanım və sonda ənənəvi olaraq verdiyimiz sual Arzu Bağırovanın uğur kodeksi. Zəhmət. Halva deməklə ağız şirin olmur. Fədakar olmaq lazımdır, mərhəmətli olmaq lazımdır, vicdanlı olmaq lazımdır. Zəhmətə sarılmaq lazımdır, mütləq. Sadəcə mən kiməm? Mənim missiyam nədir? Məndən gözləntilər nədir? Yenə dediyim kimi, mən dövlətimə, mən xalqıma, mən çevrəmə, doğmalarıma necə faydalı ola bilərəm? Sualını özünə verən hər bir kəsin uğuru var. Buna bir mənalı inanıram. Zəhmətlə başladınız, girişdə zəhmətlə də bitirdiniz və bütün qonaqlarımızdan istədiyimiz bir söz bizim verilişimizlə bağlı təəssüratlarınız. Çox gözəldir əslində təəssüratlarım bugün buradayamsa, amma yenə o sözü də çox sevirəm və tez-tez təkrar edirəm, sayınız çox olsun. Niyə çox olsun? Çünki bunlar hər biri yaxşı anlamda bir maarifləndirici podkastlar, proqramlardır, belə deyim. Kaş ki, böyüyən gəncliyimiz bunun içindən ən faydalısını olanı götürə, özündə tətbiq edə, dəyərləndirə və cəmiyyətimizə faydalı insan ola. Minnətdaram gəldiyiniz üçün. Başqa bir hisslər yaşadım. Mən özüm də öyrəndiyim şeylər oldu. Minnətdaram gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün. Sizə də həyatınızda uğurlar, işlərinizdə uğurlar. Sizi çox sevirik. Hər zaman yaradın. Biz də sizi izləyək, fəxr edək. Təşəkkür edirəm əzizim. Mən sizə dəvətiniz üçün təşəkkür edirəm. Onu da istəyirəm biləsiniz ki, izləyirəm, maraqla izləyirəm və yenə dediyim kimi, nə qədər ki faydalı olmağa xidmət edirik, sayımız çox olsun. Təşəkkürlər Arzu xanım. Bax belə. Əgər düşüncəniz və ruhunuz azaddırsa, həyatla mübarizəyə dəyər. Bir daha xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaru.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.